Nadir bak. Ben Bərdər rayonunun böyük göçlü kənd fermer təsərrüfatıyam. 4 hektar burada bu sahədə pambığım var. Baxın görün pambıqda nə cürdür. Mən hər hektara 60 sentrler pambıq verirəm. Amma bizim Pagra'nın, məntəqənin müdürü Meyti müəllim bizi saymır. Bizə bir alaq pulu vermədi, su pulu vermədi. Hamısını günümüzdən nağd elətdirmişəm. İndi də başımıza oynatır. Pambıq yağını bir gün verir, bir gün vermir. Pambığı da aparıb məntəqəyə veririk. Məntəqədə pambığımızı laborant yarqat eləyir. Hara şikayət eləyir, baxan yoxdur. Kənd təsərrüfat şöbəsinin müdürü Vüqar müəllimə demişəm. Vüqar müəllim komissiya təşkil edib, görə indi bugünkü yığılan pambığa komissiya nətər nəzarət eləyəcək. Pambıqlarımızı yarqat eləyiblər. 30 ildir pambıq əkirəm mən. İndi özümə söymüşəm, bir ildən mən pambıq əkməyəcəm. Gedib vuracam yeri yoncuya, əkənlərə də qoymayacam əkələr. Pambığa qiymət vermir. Qazağın bir nəfər işçisi Meyti müəllim gəlib bizim başımıza oynatır.